Ben bu şeirimi qanmayan, gönlü qalın insanlara həsr eləmişəm. Yazıram ki, elde qanmaz adı onun üstündə, qanmazdan inciyib küsməyə dəyməz. Yaxşılıq eyləsən qədrini bilməz, canını yolunda üzməyə dəyməz. Danışanda sərhəd qoymur sözünə, tor görünür dünya onun gözünə. El yananda qarışmır o külünə, beləsini axtarıb gəzməyə dəyməz. O insandan xeyir gəlməz hər kəsə, pulunu xərcləyər əl əsə-əsə. Borc alıb borcunu geri verməsə, gələndə yolunu kəsməyə dəyməz. Nasib deyər, sözüm çatsın hər kəsə, İstəmərəm dost məndən inciyə küsə. Qonşuda toy olsa, o çıxmaz səsə, oğlunun toyunda süzməyə dəyməz. Allah bizi belə insanlardan uzaq eləsin. Mən vətəndən qaçıb düşəndə bu şeiri yazmışam. Yazıram ki, xeyirdə görüşürük, şərdə görüşürük. Nə yaxşı görüşdük, nə yaxşı yenə. Düşmüşük sağalmaz dərdə görüşürük. Nə yaxşı görüşdük, nə yaxşı yenə. Ayrılıq bəxtimə, adıma düşdü. Zəhəri ağzımın dadına düşdü. Vətənli günlərim yadıma düşdü. Nə yaxşı görüşdük, nə yaxşı yenə. Qürbətdə insana gələndə ölüm, qohum axtarıram dərdimi bölüm. Xeyirdə görüşək, ayırım günüm. Nə yaxşı görüşdük, nə yaxşı yenə. Müasibəm qürbətə düşən elimiz, vətən həsrəti ilə yanır qəlbimiz. Qohuma qardaşa çatmır əlimiz. Nə yaxşı görüşdük, nə yaxşı